Bismillahirrahmanirrahim. Ailə içi əxlaq və gözəl davranış. İnsan üçün bu dünyada ən dəyərli nemətlərdən biri ailədir. Amma ailə yalnız qan bağından ibarət deyil. Ailənin əsası məhəbbət, anlayış və əxlaqdır. Peyğəmbərimiz buyurur, sizin ən xeyriniz ailənizə qarşı ən gözəl davranandır. Mən də ailəmə qarşı gözəl davrananam. Bəzən insanlar çöldə mehriban, evdə isə sərt olurlar. Halbuki əsl əxlaq insanın evində necə davrandığı ilə ölçülür. Ər xanımına qarşı yumşaq və anlayışlı olmalıdır. Xanım da ərinə qarşı ehtiramlı və dəstək verici olmalıdır. Valideynlər övladlarına qarşı ədalətli və sevgi dolu olmalıdır. Övladlar isə valideynlərinə qarşı hörmətli və itaətkar olmalıdır. Ailə bir ibadət yeridir. Ər, arvad bir-birinə baxıb təbəssüm etsə, bu belə savabdır. Ailə üzvlərinə gözəl söz demək, onların yükünü yüngülləşdirmək, bir-birinin halına yanmaq, bunlar Quran və sünnənin tövsiyələridir. Unutmayaq ki, ailədə danışılan hər söz, edilən hər bir hərəkət ya sevgi, ya da rəhmət gətirir, ya da qəlbləri qırır. Gəlin ailəmizdə Peyğəmbərimizin əxlaqını yaşadaq. Daha çox təbəssüm, daha çox anlayış, daha az qəzəb, daha çox dua və sonda sözümüzü dua ilə bitirək. İlahi, ailələrimizi mehriban et. Aramızda sevgi, mərhəmət və anlayışı artır. Bizi bir-birimizə qarşı gözəl, əxlaqlı və səbirli və bağışlayan qullarından et. Evimizi nurunla, qəlblərimizi razılığınla bəzə. Amin ya Rəbbəl aləmin.